Hörmətli izləyicilərimiz, Yeni Romanda Xəzər kafesinin yaxınlığında yerləşən 1.9 sot torpaq sahəsinin içində inşa edilmiş 2 mərtəbəli həyət evi sizə təqdim edirəm. Şəxsi özünə tikilmə evdir. Belə gözəl həyəti var, ağacları var. Ora sanitar qovşağıdır. Evin solunda və arxasında hasarlı məsafələri buraxılıb. Daxil olaq evə. Bura evin koridor hissəsidir. Solda geniş mətbəxdir. İstilik sistemi kombidir. İstilik sistemi kombidir. Keçək növbəti otağa. Bura qonaq otağıdır. Çox geniş və işıqlıdır. Bura isə yataq otağıdır. Geniş bir yataq otağıdır. Burada sanitar qovşağıdır. Hazırdır, hazır vəziyyətdədir. İndi isə qalxaq yuxarı mərtəbəyə. Belə bir pilləkəndir. Qalxdıqca deməli yuxarıda belə bir qonaq otağı bizi qarşılayır. İstəyə görə bu otağı bölüb bir yataq otağı çıxartmaq olar.